Misal üçün, ona görə deyirəm ki, ənənəvi biznesə qaçırlar. Çünki yeni bir biznes quranda o işin tutarlı olması üçün heç bir addım atılmır. Tutalım ki, yeni bir nəsə bir şey elədik rayonda. İndi mən ideya verməyəcəm heç kəsə, təbii ki. Onun davamlılığını necə bilməliyik, nə qədər davam etməlidir o? Yəni burada hansı addımları izləməliyik yəni? Belə bir şey deyim. Ümumiyyətlə bir biznesə başlayan zaman, biznes quran zaman, girişən zaman ilk növbədə insan bilməlidir ki, sən dəyişən reallıqlara uyğunlaşa bilirsənmi? Yəni müasir Müəyyən mütləq şəkildə. Məsəl üçün nümunə gətirək. Pandemiya dövründə bizdə şirkətlərin böyük əksəriyyəti bağlandı. Bunun səbəbi nə idi? Çünki həmin o pandemiya vaxtı olan həmin o gözləntilərə hazır deyildilər. Yəni onlayn şəkildə, bəli, mütləq şəkildə bazara uyğunlaşa bilmək tələbatı yarandı. Və burada da ənənəvi formada işləyən bizneslərin, tez, sürətli dəyişiklik yarada bilməyən bizneslərin çoxusu fəaliyyət göstərə bilmədi. Ən önəmli məsələlərdən biri də budur ki, məsələn siz bu işə başlamısınız. Bunu siz davamlı şəkildə elədikdə, davamlı şəkildə bu işi həyata keçirdikdə artıq istər-istəməz insanlarda da maraq yaranacaq. Niyə bilirsiniz? Bu ən kiçik primitiv nümunəni götürək sizə ki, bu gün hər kəsin fikri, hər kəsin belə deyək də vaxtının keçirdiyi böyük əksəriyyət sosial şəbəkələrdir, mobil telefondur. Məsələn, burada biz həqiqətən tutaq ki, insanlara normal, sağlam bir kontent versək, yəni əmin olun ki, izləniləcək.